Dayı, her şey yanıp kül oldu. İndi biz neyniyəcəyik? Axı mən evdəkilərə çoxlu vədlər verib gəlmişəm bura. Evdəkilər mənə böyük ümidlər bəsləyirlər. Mən neyniyim indi? Dayı, danış da. İndi necə olacaq? Keçi canahında qəssab piy axtarır. Yox, mən sənə pislik arzulamıram dayı, valla. Sadəcə bilmək istəyirdim indi neyniyəcəyik? Hər şey yanıb məhv olub. İndi necə olacaq? Mənim işlərim necə olacaq dayı? İşləmək lazımdır. Özün yaxşı bilirsən. Elə sakit durub baxacaqsan dayı, ha? Əlimdən başqa nə gəlir? Neyniyə bilərəm? Qismətim Allahın əlindədir, bacı oğlu. Dayı, indi necə eləyəcəyik? Dayı, məncə o dükan öz-özünə yanmayıb. Burada bir iş var. Hər şeyi çox yaxşı bilirəm. Mağazanın niyə yandığını, bunu kimin elədiyini. Kim eləyib? O manafın özü yandırıb. Niyə yandırıb ki? Bizim Qumruya görə. Əgər Mənsurə inad eləməsəydi, bütün bunlar olmazdı. Bəs sən əvvəldən şərt kəsməmişdin dayı. Gəl bunu boynumuzdan ataq. Yox, onlara qarşı belə eləmək olmaz. Əgər bunu eləsək, bütün nəslimizi, kökümüzü kəsərlər, bizi yox eləyərlər. İndi lal dinməz oturub heç bir iş görməyəcəyik. Səbr elə. Yavaş-yavaş məqsədimizə çatacağıq. Onlara bizlə oynamağın nə demək olduğunu göstərəcəyik. Yaxşı. Allah qoysa hər şey yaxşı olacaq dayı. Nəysə, mən gedim biraz gəzim gəlim. Hələlik. Atacan, al dərmanını iç. Ata, özünü necə hiss eləyirsən? Yaxşı, ürəyini sıxma. Hər şey yaxşı olacaq. Sən get qızım, işlərini gör. Yaxşı.